Canan xanım, bax siz vurğuladınız ki, Azərbaycanlı siyasətçilər də sizin media platformanızda müsahibələr verir, rol alır və Azərbaycanla bağlı bir sıra məlumatları siz paylaşırsınız öz ictimaiyyətinizlə. Maraqlıdır ki, hansısa bir material və yaxud da hazırlanan bir video material, sujet, reportaj və yaxud da müsahibə ictimai fikri dəyişə bilibmi ölkənizdə? Təbii ki, bəzi mövzular üzrə, məsələn, humanitar məsələlər, sərhəddəki sıravi insanların həyati və ya regional iqtisadi əlaqələrə dair potensial imkanlar haqqında yayımladığımız materiallar Azərbaycan ictimaiyyəti tərəfindən həqiqətən də anlaşılan olmuşdur. Lakin qeyd etmək lazımdır ki, bütün mövzularda eyni nəticəni gözləmək realist olmazdı. Elə mövzular var ki, onlar dair hətta iki ölkənin dövlət başçıları belə elə razılığa gəlməyib və bu tamamilə normaldır, düşünürəm. Mövzulardan söhbət gedir konkret olaraq? Artaq məsələsi və s. Artaq yoxsa Qarabağ məsələsi? Çünki Ermənistan artıq rəsmi olaraq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Bizim üçün Artaq, digərlərin üçün Qarabağ. Amma bu cümlə təməldən səhvdir axı. Siz hələ də Artaq deyirsinizsə, biz sülh istiqamətində hansı müzakirəni apara bilərik? Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Yəni, bu Ermənistanın rəsmi mövqeyindən söhbət gedir. Yəni, sizin dövlətinizin mövqeyindən söhbət gedir burada. Evet, amma mənim fikrimcə real diyaloqa mane olan əsas mane tarixi yaddaşdır və hər iki cəmiyyət, həm Azərbaycan, həm də Ermənistan da münaqişənin yaratdığı bu ağır tarixi yaddaşla hələ də barışa bilmir. Bu jurnalistlərin işinə də birbaşa təsir edir və mane yaradan digər bir məqam odur ki, jurnalist və şərhçi bəzən dövlət səviyyəsində yürüdülən siyasətlə tamamilə razılaşmaya bilər. Nə qədər ki, o jurnalist etikasını qoruyub saxlayır, müəyyən konkret vəziyyətlərdə dövlətin xəttinə qarşı getmək mümkün olmur. Canan xanım, konkret olaraq sizin media hazırda dövlətin siyasətinə qarşı gedir? Yəni, siz dediniz ki, jurnalist gedə bilər. Ona görə soruşuram bu sualı. Yox. Yox, siz getmirsiniz. Yəni, sizin siyasətiniz, media siyasətiniz dövlətlə eynidir. Evet. Bəli. Aydındır.